Dostlar, dünənləri məni vurmaq istədi İlham Əliyevin killerləri, adamları. Belə ki, mənim maşınımı gözləyirdilər. Hər şey koordinatları verilib, ev hardan girəcək, hardan nə edəcək, maşını harda saxlayacaq. Maşını girəcəyim yerdən məhəlləyə məni gözlədilər və baxdım elə maşının nömrəsinə belə baxır. Çox güman ki, uzaq ya bir neçə metr məsafədən atəş də aça bilərdilər. Sadəcə mən maşının nömrəsini yaxşı baxar-baxmaz mən girdim məhəlləyə, saxladım və adam indi komanda verməlidir axı. Bu gözətçidir, bu avangarddır, bu gözətçidir. Bu ancaq deyəcək ki, gəldi, neçə nəfərdir, vurun, hücum, sağdan, soldan. Bu müşahidəçidir. Baba oğraşı göstərim sizə. Bu müşahidəçidir, bu qəhbənin balası. Adı da Təbrizdir. İndi deyəcəm hardan gəlibdir. Dostlar, qardaşlar, bu müşahidəçidir. Bu. Axşamüstü gecə saat hardasa mən bildizdə dünən gecə də efirə keçdim. Harca Avropa vaxtından 19 radələrində 18:30 radələrində bu adam qaranlıq düşür bilirsə həmən vaxtı. Bu adam Təbrizdir, Polşada Stalovası var. Təbrizdir, Polşada Stalovası var. Bu adam, dəyərli həmvətənlərim, bu adam deməli neynədir? Dəyərli həmvətənlərim, Polşada restoranı var bunun. Bu adam maşının nömrəsinə budurmu, bu maşın deyilmi? Mən də girdim içəri sağlanım. İndi qıraqdan bizi pusur. Qıraqdan bizi pusur və baxdı ki, maşından neçə adam töküldü. Bagajdan da adam çıxdı. Baxdı ki, balaca maşından 5-6 adam töküldü. Bunlar vurmağı saxladılar. 5-6 adam maşından töküldü. Bunlar vurmağı, hücumu dayandırdılar. Axşam. Deməli, mən dedim, gəldim evə. Yəni, bilmirəm də hələ bu hücum planı qurulubdur. Sadəcə dedim, bəli, məni izləyən var, məni müşahidə eləyən var. Mənim artıq bu tək adam deyil. Və gəldim dünənləri sizin yanınızda da efirdə dedim ki, burada dünənləri eşitdinizdə efirdə dedim ki, məni izləyirlər artıq. Və dəyərli həmvətənlərim, bilirsiniz ki, burada kamera sistemi var polislərin. Bilmirəm, hansı evdədir, hansı binadadır, hansı ağacın başındadır, bilmirəm. Dəyərli həmvətənlərim, sadəcə bunu burada saxlayaq polislərin kamera məsələsini, keçək bu bir tərəfə. Neyse, sabah bilirsiniz ki, mən işə gedirəm. İşə getdiyimi elan edirəm. Uşaqların məktəbə gedən vaxtıdır, bilirsiniz ki, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım və yaxud deməli, müəyyən dərəcədə işə getdiyimi elan edirəm, məktəb olmasa da. Dostlar, qardaşlar, uzun sözün qısası, səhər-səhər Yusiflə maşına yaxınlaşanda mənim maşınımın dalından bu çıxdı. Mənim maşınımın 2 metrə dalından bu çıxdı. Bu çıxdı və maşınların dalınca, bir 5-10 dənə maşın var, dalınca getdi. Bu gedəndə dayandıq ikimiz də. Və buna tərs-tərs baxdıq, dayandıq. Və bunu maşını hardansa izləyirlər axı bu. Bu gecə burada maşında yatıb axı. Bu uzaqdan gəlib, gecə burada yatıb maşında. Deməli, bəlkə də polisin xəbəri var idi. Götürüb, bəlkə də xəbəri yox idi, bilmirəm. O qalsın soruya. Mən bütün materialı verdim zaten. Və deyilənə, biz ikimiz də durduq Yusifdən. Buna baxdıq. Bu özünü itirdi. Bu bildi ki, biz şübhələnmişik, özünü itirdi. Və sola getdi. Sola getdi, bir devlet idarəsi var. Onun qabağında başladı sigaret çəkməyə. Sigaret çək. Biz Vita maşının arxasında, qara Vita'nın dalında gizləndik. Dalında ikimiz də durduq. Vita'nın plyonka şüşələrindən bunu izləyirik, görək bu nə edir, nə qayırır. Bu gördük, bu devlet idarəsinə girmək istəmir. 10 dəqiqəyə qədər orada durdu. 10 dəqiqəyə qədər orada durdu. Daha sonra devlet idarəsinin qabağından o izə keçmək istədi. Sonra dedi, yox, bunu elə bil idarə edirlər hardansa. Bəlkə də naushnik var. Dedilər, yox, qayıt gircinən. Güya ki, sosiala gəlibsən, səni izləyirlər, səni gözləyirlər. Səni izləyirlər, səni gözləyirlər. Yəni, bunu qıraqdan idarə eləyənlər var, hansısa maşın içindən. Maşınlar çoxdur, indi 100-200 maşın var, mən hansının içinə baxım. Və bu adam girdi sosiala. Girən kimi dedim, Yusif getdik. Gəldim bunun dalından girdim içəri. Girdim içəri, bu da məni gördü, bilir ki, bunu izləmişik, dalından düşmüşük. Nə danışır orada devlet idarəsində, nəsə danışdı.
Dedim Yusif gel. Birbaşa yaxınlaşdıq buna. Bunun arxadan yaxınlaşdıq buna. Bu sosial devlet idaresi sosyal işçisi dedi ki bəs belə də. Bu sen ne dili bilirsen bu Rus dili, Ukrayna, Rus dili, bir de İngiliz dilinde bilirəm dedi. Ve bu da dedi ki biz o dillerde bilmirik. Ve bu vakti Yusif bu onda ki yaxşı sağ olun. Bu zaten hiç neye gelmeyipti. Sadece gördü bunu kıskaca almışıq. Bu sadece qayıtdı geri. Geri qaydanda Yusif dedi mən İngiliz dilini bilirəm. Çağırın gəlsin mən tərcümə edeyim. Bu da dedi davay gel. Gel geri qayıt. Bu gələndə soruşdu bundan ne dili bilirsən? Nədir? Ne dilinde istəyirsən tərcümə eləsin? 7 dil bilir Yusif. Bu da dedi ki Rus, Ukrayna, İngiliz dedi. Davay İngiliz dilində danış. Almanlar da İngiliz dilində bilir axı. Çox vaxtı özlərinə sığışdırıb İngiliz dilində qəbul eləməsələr də. Başladı İngiliz dilində dedi ki mən 40 kilometre aralı, indi adını demirəm, şəhərə gəlmişdim. 40 kilometre aralı şəhərə gəlmişdim. Orada yaşayıram. Mənim Ukraynadan gələn bir dostum bura gəlməliydi. Mən ona görə gəlmişəm. Gəlib mi, gəlməyib mi? Heç adını da bilmir, deyə bilmir. Sən nə tərə 40 kilometre aralıdan, şəhərdən sənin dostun gəlməliydi 40 kilometre aralıda sosiala. Sən adını bilmirsən, özün gəlmirsən bura sosiala. Gəlmişdi, ha? Bu şey bildik ki bu təhlükəli adamdır. Amma maalesef ki mən bunun dalınla getmədim. Vacib bir devlet idarəsində vacib bir söhbət getdiyinə görə az bir məsafədə dedim bunu izləyərik. Çıxanda yoxa çıxdı, qaçdı. Yəni mən zaten də həm beynimdə iki fikir var idi. İki fikir var idi ki beynimdə bunu izləyərək sakitcə polis çağırmaq və yaxud zaten kamerayla çəkmişəm şəkildən hamısı məndədir yarım saat. Ya da dedim ki bunu sakitcə polis izləsin. Çox vaxt polis narazı qalır da, deyir ki biz onu izləməliydik, planını pozursan. Hər nəysə bu adam getdi, sonradan burada elə bir vacib məsələ idi ki o devlet idarəsində biz ayrılanmadıq da 2 dəqiqə, 1 dəqiqə. Bu qapıdan çıxan kimi aradan çıxdı. Və dalınla düşdük maşınla sağ sol kuruq elədik, tapa bilmədik, üst tutduq biz kriminala, polisə və hər şeyi verdik ora, aydın məsələdir ki, indi burada İlham Əliyevin üzü heç ağ olmasın ki, məndən sənədlər istədilər, artıq mənə də açıq qoruma verəcəklər. Artıq yeni məhkəmə qərarı təcili olaraq sənədlər verməliyəm. Mən zaten qoruma altındaydım, amma mənə 24 saat açıq qoruma ilə məni təmin eləmək üçün məndən sənədlər istədilər. Yəni başıma gələn hadisələri sadəcə yazılı şəkildə, bəzilərində sübutlu şəkildə istədilər. Yəni İlham Əliyevin xeyri. Mən açıq qoruma ilə cəzası olsam, deyirəm, mənim evladım, ailəm, mən açıq qoruma ilə cəzası olsam, İlham Əliyev qabil da belə qabil olmayacaq ha. Efirdə soyunub lüt şeyini çıxardacaq belə, intihası ilə çıxardacaq, şikayət olmayacaq da. Sənin ölümü, dirini burada efirdə, ölən Heydərin ağzını da burada şey eləyəcəm. Məni aslandırmayın, məni əsəbləşdirməyin. Gəlin kişi kimi hərəkət eləyək, bu qəhbəlikdən əl çəkin. Ölümümüzü söydürürsən, dilimizi söydürürsən, nəslimizi doğratdırırsan, ac saxlatdırırsan. Bəsdirin, gəlin, uğraşdıqdan məşğul olmayın. Deməli, deyilən bu adam kimdir deyirəm sizə. Bu adam kimdir? 2-3 istiqamətdə məlumatını aldım və sizlərdən də xahiş edirəm ki, bilgili insanlar məlumat versinlər. Bilgili insanlar məlumat versinlər. Deməli, bu adam bildiyim qədərindən Berlinə ya Dortmund deyilən şəhərə, ikisindən birinə yerləşdirilib, bildiyim qədərindən yerləşdirilib. Polşadan gətirilib bu adam, Polşadan. Bu adamın, deməli, bu məxluqun Qabil Məmmədov aradan götürmək üçün Polşadan Almaniyaya gələn şəxsin adı Təbrizdir. Budur, Məhəmməd Mirzəli də paylaşdı. Bir neçə yerdə məlumat var artıq. Deməli, gələn şəxsin adı Təbrizdir. Bu şəxs Fransada, deməli, bu şəxs Fransada, bircə dəqiqə, Fransada məni öldürmək üçün Azərbaycandan gələn
kriminal avtoritet Emin Qasımovun 56'larından biridir. Belə ki, Emin Qasımovu Fransadakı həbsxanada pulla təmin etmək, deməli, Emin Qasımovu Fransada həbsxanada pulla təmin edən Toulouse şəhərində yaşayan Qorxmaz adlı şəxsdir. Baxın, dəyərli mənə. Deməli, Toulouse şəhərində yaşayan Qorxmaz adlı şəxs Adil Əliyevin ən yaxın adamı, özü restoran sahibidir, bu da restoran işlədir, o da restoran işlədir. Yəqin ki, bu arenda işlədir, o nə bilim nə işlədir. Deməli, kriminal Rövşən Lənkəranskiyə bağlı o kriminal avtoritet nə idi? Emin Qasımovun adamlarındandır. Emin Qasımovun Fransadakı həbsxanada pulla təmin edən, Emin Qasımovu pulla təmin edən, deməli, Qorxmaz adlı şəxs, Adil Əliyevə görə, İlham Əliyevə görə tutulmayıb bu kriminal avtoritet. Fransada kral kimi yaşadılar onu. Kim? Qorxmaz. İndi Qorxmazın da şəklini verəcəyəm efirə. Deməli, Ukraynadadır da, yəqin ki, Toulouse şəhərində yaşayan, Toulouse, T-O-U-L-O-U-Z şəhərində yaşayan Qorxmaz adlı şəxsdir. Dəyərli həmvətənlər, dəyərli soydaşlarım. Deməli, dostlar, qardaşlar, dəyərli həmvətənlərim, bu adam, baxın, diqqətlə baxın, bu adam adı Təbrizdir, Təbriz. İndi bəlkə də bunun üstündə tapanca var, silah var. Bəlkə də bunun üstündə mənim maşınıma, qapılarına, evimin qapısına sürtmək üçün Novichok zəhər var. Bəlkə də mənim maşınıma GPS yerləşdirib hansı ki... Toulouse. Bir dəqiqə gör nə deyirəm. Lütfət ilə polislər gəlməlidir, gör nə oldu. Gəlsinlər. Mütləq tez olsunlar. Mən efiri tez bitirəcəm. Sevinç xanım gəlir. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, bax bu adam, bir dəqiqə o mesaj yazım təcili. Ya da Sevinç xanım gələndə yazaram. Deməli, Polşanın Toulouse şəhərində yaşayan Qorxmaz adlı adam böyük restoran işlədir. Çox güman ki, Adil Əliyevin restoranıdır. Və bu adam da balaca bir Stalovada işləyir. Restoranda icraçıdır, nə oranı işlədəndir, nə də administratordur, hər nəsə var, bu da oradadır, onun yanında. Bunu göndərən Qorxmazdır. İlham Əliyevin, prezident, diktator İlham Əliyevin tapşırığı ilə, Adil Əliyevin tapşırığı ilə bu adam mənim dalımca gələn killerlərdən biridir. Qalanları maşında gözləyir. Bu adam məni gözətləmək üçün çıxmışdı. Mən bunu qısqırdım. İndi bu devlət tərəfdə mühafizəçilər satlarda var. Ona görə dəyərli həmvətənlərim, sadəcə bizə lazım idi. Lazım olanı əldə elədik. Mən bilirəm nə lazım idi. Lazım olanı əldə elədik. Burada indi mən bəzi şeyləri demək istəmirəm. Bu adam hansı rayondandır? Bu Təbriz deyilən adam. Bunun bağışçısının ağzına verəcəm. Bunu doğan ananın əmcəyini şeyləyəcəm. Əmcəyinin arasında eşşək verəcək bunu doğan ananın. Bunu doğan ananın dombaldıb Afserski qoyacam bunu doğan anıya. Bu adam. Baxın sifətə. Sifətə baxın. Baba, burada göstərmirəm. Almanlar buna nətər baxır. Burada özünü elə şübhələ apardı ki, bütün buradakı Almanların sifətini göstərmirəm. Onun lazım olan orqanlar baxın. Ne homu belə şoka düşür. Elə bil ki, özünü itiribdir, panikaya düşüb ha. Meymuna dönübdür. Təsəvvür eləyirsiniz. İndi içəridə də maşınla, ağzı maşına mindi qaçdı, mən çıxana kimi cəhənnəmə qaçdım. Mən lazım olan nədir? Nə də onların ringə çıxası deyildim ki orada. Mən lazım olanı əldə elədim. Üstəlik ən lazım olan şey nədir? Ən lazım olan şey nədir? Almanya, Avropa, kriminal, FBI, hamısı getdi materiallar. Yəni İlham Əliyev. Bu adam sənin adamın deyilsə də bəylərin adamıdır, Vilayət Eyvazovun adamıdır, Can Poladın adamıdır.
Kimin adamıdsa İlham Əliyev, adamın adı bəlli, yaşayışı bəlli, Adil Əliyevə yaxınlığı bəlli, hansı restoranını işlədilər, onu da deyirəm sizə. Yaxşı. İlham Əliyev, deməli bu adamı dərhal Qabili öldürmək üçün maraqlı olan kimdirsə İlhamın yanında, dərhal İlham bunu tapa bilər, dərhal bunu zərərsizləşdirə bilər, dərhal Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti Almaniya ilə əlaqəyə keçib vəziyyəti reşat eləyə bilərlər. Yox əgər, bu bilirəm bunu deşifrə oldu, başqası gələcək bu dəfə, bilirəm mən bunu. Sadəcə, bir dəqiqə. Mən sonra vaxtım olmayacaq, mən biraz sağlamak dolamam. Dəyərli vətəndaşlar. Baxa, qəhbələr, mən bilirəm, mən o vaxtdan deyirəm ki, mənim yerimi bilirlər bunlar. Əliyevlər mənim yerimi bilir. O vaxtdan deyirəm mən. Sadəcə qəhbələr bildi ki, Qabil işləməyə gedibdi. Qabil işdən məşğuldur. Sırazı gecə adam qoydular. Bildilər ki, də gecə, yəni uzun, günüz qısadır. Saat 16-17-də qaranlıq düşür. Yəni səhər saat erkən işğlaşmamış, yəni vurmaq məsələsidir. Bildinizmi dəyərli vətəndaşlar? Ona görə artıq hərəkətə keçdilər. Qabil işə gedir. Ona görə deyirəm, ay millət. Mənim yoldaşım Türk Marketdə işlədi. Bilirsiniz zaten burada Türk Marketdə işlədi. Mənim yoldaşım işləyəndə birbaşa müdürünə demişdilər. İstəyirsin müdürün də adını deyə bilərəm. Bugün demirəmsə də birazdan deyəcəm, narahat olmayın, bir neçə aydan sonra. Deyiblər ki, Qabilin adresini, Qabilin yoldaşı sizin işçinizdir, Qabilin adresini 10.000 euro verirlər, adresi verin. Sonra demişdi ki, bir balaca, demişdi qiyməti qaldıra da bilərik. Yəni, mən ona görə deyirəm, mən işləmək imkanım olsa, mən 5 dənə insanın işini görə bilən oğlanam. Gördüyünüz, bir neçə gündür, öyle sizə indi deyirəm, yəni bir gün yarımçıq, bir gün bütöv. Təsəvvür eləyin ki, dəyərli vətəndaşlar, sıraz məni öldürməyə cəhd elədilər. Həmən gecə, dünən gecə mən vurmalıydım. İlham Əliyev dünən gecə məni vurdurmalıydı. Sadəcə maşından gördülər 6 nəfər düşür. Adam baxdı, rasiya ilə nəsə, mikrofonla nəsə əlaqə saxlayırlar da bu uğraşlar bir-birinə. Dedi ki, 6 nəfər düşdü maşına, nətər vurduracaqsın? Bir-iki dənə özünü müdafiə vasitələrim, sözün açığı, bir balaca xoşuma gəlmirdi. Getdim onu bugün hazırlattırdım, getdim onun yenilərini aldım. Olan qalan pulumu da verdim ona. Sabah da təmiz başqa adamlar gələcək. Maşını rengenə apardım. Məcbur apardılar maşını rengenə. Əlavə GPS-lər taxmağa mı gəlib? Əl izlərini götürdülər. Yəni, dəyərli vətəndaşlar, rengen məsələsi qaldı 2 gün sonraya. Çünki orada ən güclü aparat BMW-nin ən böyük servisindədir. 2 gün sonraya qaldı aparat, necə deyərlər, maşının rengendən keçməsi. Yəni, izləmə cihazı qoyub da izləyə bilirlər bunlar. Onunla da məşğuldurlar. Maşındır, yapışdırırlar izləmə cihazını, lazım olan əlverişli bir yerdə öldürürlər. Və yaxud qapıya bir zəhər sürtürlər, naviçok, dərin dəriyə təmas eləyəndə istər-istəməz adam məhv olur. Və yaxud bunların imkanı var maşının qapısını açmağa və s. və ilaxır. Yəni, dünənlər, bax deyir, anam namaz üstəydi belə yerdə deyirlər. Dünən gecə, ötən gecə mən ölməliydim səhərə qədər. İlham Əliyev 100.000 dollar pul verir. Bu adamlar mütləq öldürməlidir. Bu neydi bu? Polşada restoran sahibi deyilən Qoşqar 100.000 artıq alıbdır.